Hörmətli müəllimlər, dəyərli valideynlər, əziz sinif yoldaşlarım və Gələcəyin İşığı FM radiosunun diqqətli dinləyiciləri. Bugün efirimizdə tariximizin mürəkkəb və çox şaxəli bir şəxsiyyət haqqında danışacağıq. Zamanın şərt burxularından yaşamış ictimai-siyasi fəaliyyətləri ilə yanaşı ədəbiyyat və publisistika sahəsində də iz qoymuş bir maarifçi göz açacağıq. Mən məktəbimizin 5A sinif şagirdi Nuray Gözümova sizi 14 aprel 1870-ci ildə dünyaya gəlmiş görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanovun həyat və fəaliyyətini nəzərə salmağa dəvət edirəm. Nəriman Nərimanov 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində Azərbaycan ictimai fikri tarixində mühüm yer tutmuş, simalandırır. O yalnız siyasi fəaliyyəti ilə kifayətləndirilmiş, eyni zamanda yazıcı, publisistik və maarifçi kimi çıxış etmişdir. Onun fəaliyyəti bir tərəfdən milli maarifçilik ideyaları ilə, digər tərəfdən isə dövrün siyasi prosesləri ilə sıx bağlı olmuşdur. Gənc yaşlarında təhsilə və elmə, biliklərə xüsusi önəm verən Nərimanov müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Cəmiyyətin savadlanması tərəqqinin əsas şərti olduğunu vurğulamışdır. O, xalqın geriliyi əsas mənbələrindən biri təhlükəsizliklə görünür. Maarif inkişafının milli dillərçiliyi vacib istiqamətinə hesab edirdi. Bu baxımdan onun maarifçilik fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Əbədi yaradıcılıq da diqqət talidir. Onun əsas sosial ədalət, cəmiyyətin problemləri, insan hüquqları və mənəvi dəyərlər ön plana çəkilmişdir. Publisistik yazılarından ictimai tənqiq elementləri güclü olmuş, o mövcud problemləri açıq şəkildə ifadə etməkdən çəkinməmişdir. Bu xüsusiyyət onun dövründə fəal fikri adamların birinə çevrilmişdir. Tarixin mürəkkəb mərhələlərindən Nərimanov siyasi proseslərin mərkəzə dayanmışdır. O, Azərbaycan SSR-nin ilk dövlət və hökumət başçısı olmuş, eyni zamanda Sovet Sosial Respublikalar İttifaqında ilk rəhbər şəxsiyyətindən biri kimi fəaliyyət göstərmişdir. Bu faktlar onun siyasi bioqrafiyasının miqyasını göstərir. Lakin qeyd etmək vacibdir ki, onun fəaliyyəti tarixşünaslıqda müxtəlif aspektlərdən qiymətləndirir. Bəzi tədqiqatçılar onun sosial ədalət ideyalarının müdafiəçisi kimi təqdim edir. Digərləri isə həmin dövrün siyasi reallıqlarının fonunda onun qərarlarını təhlil edirlər. Bu isə göstərir ki, tarix şəxsiyyətləri qiymətləndirərkən obyektiv və elmi yanaşma əsas götürülməlidir. Nərimanovun fəaliyyət bir daha sübut edir ki, tariximizin yalnız ağ və qara rənglərindən ibarət deyil. Hər şəxsiyyətin öz dövrünün ictimai-siyasi şərtləri daxili formalaşır və qərarlar qəbul edir. Onun həyat yolu bizə göstərir ki, cəmiyyətin taleyində rol oynamaq üçün həmin intellektual potensial, həm də vətəndaş mövqeyi tələb olunur. Əziz dinləyicilər, biz tarixi şəxsiyyətləri öyrənərkən yalnız faktları sadalamalı, həm də onun fəaliyyətindən nəticə çıxartmalıyıq. Maarifçilik ideyası bugün də aktual qoruyur. Təhsil, savadlanma, müdahilə və düşüncə azadlığı hər bir cəmiyyətin inkişafının təməlidir. Bu baxımdan Nərimanov maarifçilik xətti
xüsusi diqqətə layiqdir. Biz gənclər üçün bu əsas dərs budur. Cəmiyyətin inkişaf etmək üçün ilk növbədə bilik qazanmaq, dünya görüşümüzü zənginləşdirmək və məsuliyyət vətəndaşı olmaq lazımdır. Tarixi öyrənmək isə bu prosesin ayrılmaz hissəsidir. Çünki keçmişi dərk edən nəsil gələcəyin daha şuurlu qurududur. Bugün 14 aprel Nəriman Nərimanovun doğum günüdür. Onun həyat yolu, əbədi irsi və siyasi fəaliyyəti Azərbaycan tarixinin mühüm bir mərhələsini əks etdirir. Biz bu tarixi şəxsiyyət öyrənərkən həm münasibət, həm də mübahisəli məqamlarda araşdırmalı, hadisələr, tənqid düşüncə ilə yanaşmalıyıq. Mən 5A sinif şagirdi Kazımova Nuray, Gələcəyin İşığı FM radiosunun bugünkü buraxılışını sizinlə birlikdə tariximizin bir səfərinə nəzər saldım. Ümid edirəm ki, bu söhbət hər birinizi düşünmək, araşdırmaq və öyrənmək istəyi yaratdı. Tariximizin şəxsiyyətləri dərk edək, birliklərimizi dərinləşdirək və gələcəyimizin daha möhkəm təməllərini quraq. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti efirdə görüşənədək.